əlimdə açıram sizə bu günləri hamının təqdim etdiyi antilipid çayından danışacağım. Gözünüzün qabağında açıram bax bunu. Antilipid çayı dostlar, hər bir insan istifadə edə bilər. Bunu mən açıram nümunə kimi, qoy hamı görsün ki bu çay necə bir çaydır. Bax gördüyünüz bu çay həm insanı arıqlatmaq üçündür. Ümumiyyətlə yaşlı insanlar bunu tövsiyə olunur ki hər kəs istifadə eləsinlər. Bax gördüyünüz ki 40 paketdir, 40 paketdir. Səbirli olaq, mən sizə təqdim edeyim bunu. Bax gördüyünüz bu çayı bir dənəsini açırsınız, tökürsünüz, 1 litri termosa dəmləyirsiniz, gün ərzində bunu içirsiniz. Dostlar, damarlarda olan bütün kirəcləri, yağları, toksinləri, eyni zamanda qaraciyər piyirləməsinə əziyyət çəkən insanlar bunu içir. Tərtəmiz onların kateqoriyasından, dərəcəsindən asılı olmayaraq tərtəmiz təmizlənəcək. Əla. Dostlar, bir dəfə hamınıza xatırladıram. Bax, bu bəzi adamlar deyir ki, bu görəsən mənə təsir eləyəcək. Bax, gözünün qabağında açıram baba bu çayı. Heç kim qorxmasın, açın, için bu çaydan, narahat olmayın. Baba, dostlar, bu Tibet dağlarının məhsuludur. Baba, bu, baxın dostlar, bu məhsul, bu əlimdə gördüyünüz məhsul. Tibet dağlarının məhsuludur. Tərkibində jenşen bitkisi var, hansı ki qaraciyər tərtəmiz təmizləyir. Eyni zamanda bağırsaqlarımızda nə var, hamısını tərtəmiz təmizləyəcək. Damarlarda olan kirəcləri, yağları, toksinləri, xolesterinləri təmizləyəcək. Təmənniyini mesir üçün alın içində bunu.